Mən İldırım Bəkirov 1974-cü ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olmuşam. Kənd məktəbində orta təhsil, Ağdaş şəhər kənd təsərrüfat texnikumunda ixtisas təhsili almışam. 93-cü ildə Ağdaş Komissarlığı tərəfindən Milli Orduya çağırıldım. Ümumi hərbi hazırlıq keçdikdən sonra Qarabağa yollandım və Ağdərə, Füzuli rayonlarında torpaqlarımızın azadlığı uğrunda döyüşdüm. 706 saylı hərbi hissənin avtomatçısı olaraq bir çox döyüş əməliyyatlarında iştirak etdim. Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə yaralandım, müalicə olunduqdan sonra Füzuli rayonunda döyüşdüm. Füzuli rayonunun Şükürbəyli kəndi 93-cü ilin avqust ayında ermənilər tərəfindən işğal edilmişdir. 94-cü ilin yanvar ayında hücum edərək kəndi işğaldan azad etdik. Növbəti hədəfimiz Horadiz kəndi idi. Aprel ayında Horadiz istiqamətində gedən döyüş mənim son döyüşüm oldu.